Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 27 aprel 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugünkü nömrəmiz 16 səhifədən ibarətdir. Qəzetimizin ilk səhifəsində Prezident İlham Əliyev Pekində Çinin China Global Television Network telekanalına müsahibə verib. Başlıqlı məlumat yer alıb ki, müsahibənin tam mətni ilə tanış olmaq üçün qəzetimizin ikinci səhifəsinə baxa bilərsiniz. Azərbaycan Respublikasının qanunu və Azərbaycan Respublikası Prezidentinin fərmanı isə qəzetimizin 3-cü səhifəsində dərc edilib. Milli Məclisin sədri Sahibə Qafarova Vatikanda Roma papasının dəfn mərasimində iştirak edib başlığı ilə məlumat isə 4-cü səhifədə yer alıb. Milli Məclisin sədri Sahibə Qafarova Roma papası Fransiskin dəfn mərasimində iştirak edib. Dəfn mərasimi aprelin 26-sında Vatikanda Müqəddəs Pyotr meydanında keçirilib. Dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib. Qəzetimizin 5-ci səhifəsində isə ötən günün mühüm məlumatları yer alıb ki, bu məlumatların başlıqlarını sizə təqdim edirik. Azərbaycan və Pakistan arasında strateji əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib. Prokurorluq əməkdaşlarının növbəti ağacəkmə kampaniyası, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanda mühakimə olunan Ruben Vardaryanla və digər 15 erməni əsilli şəxslə rəftarla bağlı Ermənistanın iddialarını rədd edib. Dünya səyyahları Cəbrayılda mina təmizləmə prosesini izləyib. Bakıda 4-cü illik SATəm konfransı. Akademik Zərifə xanım Əliyevaya həsr olunan yazılar da 6-cı səhifəmizdə yer alıb. Akademik Zərifə xanım Əliyevanın əbədi irsi başlıqlı məqalədə qeyd olunur. 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olan Zərifə Əliyeva hələ gənc yaşlarından elmə və insanlara xidmətə böyük maraq göstərmiş, bu marağını ömrünün sonuna qədər yüksək peşəkarlıq və fədakarlıqla davam etdirmişdir. Müalicə Profilaktika Fakültəsini fərqlənmə diplomu ilə bitirən Zərifə xanım elmi fəaliyyətinə 1949-cu ildən etibarən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda başlamış, 1950-ci ildə isə aspiranturaya daxil olaraq akademik tədqiqatlarını davam etdirmişdir. O, sevgi dolu bir ürək idi başlığı ilə Zərifə xanım Əliyevaya həsr olunmuş məqaləmiz dərc edilib. Hər güclü kişinin arxasında güclü bir qadın dayanır deyirlər. Əliyevlər ailəsinin kötüyündə də belə bir qadın, Zərifə xanım vardı. Gənc yaşlarından həyatını dövlət işi ilə bağlayan Heydər Əliyev Zərifə xanımın timsalında özünə əsl köməkçi tapmışdı. Zərifə xanım ailədə yüksək mənəvi mühit yaratmış, onu xoşbəxt etmişdi. Ana dilimizə həsr olunmuş yazılar da 8-ci səhifəmizdə dərc olunub. Varlığımız, kimliyimiz, bəxtiyarlığımız başlıqlı məqalədə qeyd olunur ki, böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin konstitusiyada dövlət dili kimi təsis olunmasından 47 il keçir. Bu müddət ərzində ana dilimizə qayğı müəyyən tarixi sənədlərdə öz əksini tapıb. Azərbaycan KPMK-nın birinci sədri böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il aprel ayının 27-sində Azərbaycan SSR konstitusiyasına Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir maddəsi əlavə edildi. 105 il əvvəl. İstiqlalımızın çətin sınaq tarixi. Zəfər bizimdir, müstəqilliyimiz əbədidir başlıqlı məqalələrdə 9-cu səhifəmizdə dərc olunub. Sözgedən ilk yazımızda deyilir. Azərbaycan Xalq Cümhuriyyətinin sübutundan 105 il ötür. AXC Müsəlman Şərqində ilk parlamentli, demokratik və hüquqi respublika kimi tarixə düşüb. AXC 28 may 1918-ci ildə Tiflisdə elan olunub və 23 ay 1920-ci ilin 28 aprelində Sovet işğalına qədər fəaliyyət göstərib. Bir əsr öncə ilk milli dövlətin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olub. AXC-nin yaranması ölkəmizin sonrakı inkişafında da önəmli rol oynayıb. Çin-Azərbaycan münasibətlərinə həsr olunmuş yazılarda 10-cu səhifəmizdədir ki, ortaq gələcəyə inamla irəliləyən iki nüfuzlu dövlət başlıqlı məqalədə bu səhifəmizdə dərc edilib. Rəsmi Pekin Azərbaycanın strateji əhəmiyyətini aydın şəkildə görür və münasibətlərin inkişafına böyük önəm verir. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsi ilə bitmir. Eyni zamanda regional və qlobal iqtisadi inteqrasiyaya da yeni nəfəs, yeni güc qatır. Azərbaycanla Çin arasında qarşılıqlı səfərlər artıq ənənəyə çevrilib. Bu amil dostluq və tərəfdaşlıq münasibətlərinə yeni dinamika qazandırır. Hadisələr kontekstində rubrikasında olan yazılar da 11-ci səhifəmizdədir. Beynəlxalq sistemdə yeni dinamika şərtdir başlıqlı məqalədə bu səhifəmizdə yer alıb.
Aprelin 25-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ATƏT-in baş katibi Feridun Sinirlioğlunu qəbul edib. Görüşdə iki ölkə arasındakı münasibətlərin daha da möhkəmləndirilməsi və Cənubi Qafqazdakı geosiyasi vəziyyətin müzakirəsi əsas mövzulardan biri olub. Günün siyasi nəbzi qəzetimizin 12-ci səhifəsində tutulub. Bu səhifədəki məqalələrin başlıqlarını təqdim edirik. Bakı ilə Pekin arasında logistika körpüsü, genişlənən qlobal tərəfdaşlıq, makroregional transformasiyada sistemli mövqe, rəylər və mülahizələr hissəsində isə ikitərəfli münasibətlərin inkişaf konturları. Qəzetimizin 13-cü səhifəsində isə Memar Sinanın zəlzələlərə qarşı tədbirləri başlığı ilə məqalə öz əksini tapıb. İstanbulda baş verən zəlzələ bir daha xatırlatdı ki, təhlükəli tikililər insan həyatını təhdid edir. Zəlzələdən sonra əsrlərə meydan oxuyan əsərlərin müəllifi olan Memar Sinanın zəlzələ ilə bağlı tədbirləri bugün yenidən gündəmə gəlib. Belə ki, əsrlər boyu dayanan tarixi abidələrin memarı Memar Sinanın istifadə etdiyi zəlzələ xəbərdarlığı sistemləri və ehtiyat tədbirləri diqqət çəkir. Əsrlər əvvəl yaşayan memar zəlzələlərə aid bir neçə əsər də müəllifidir. İnsana ən böyük şərəfdir əmək başlıqlı məqaləni sizə təqdim edirik. 1996-cı ildə Beynəlxalq Əmək Təşkilatı Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis edilməsi barədə təklif irəli sürdü. Bu təşəbbüs ölkələrin böyük əksəriyyətinin işçi kollektivləri və həmkarlar ittifaqları tərəfindən dəstəkləndi. Bayram üçün 28 aprel tarixi seçildi. 2003-cü ildən etibarən Beynəlxalq Əmək Təşkilatı üçtərəfli yanaşma və sosial dialoqun mövcud ənənəvi potensialından istifadə məqsədi ilə iş yerində qəza və travmaların qarşısının alınması tədbirlərinə diqqət ayıraraq Ümumdünya Əməyin Mühafizəsi Günü keçirir. 15-ci səhifəmizdə yer alan Dünya Bugün xəbərlər rubrikasında Roma papası Fransisk dəfn edilib. ABŞ və İran arasında danışıqların 3-cü raundu başa çatıb. İranın Bəndər Abbas limanında güclü partlayış baş verib. Xi Jinping süni intellekt texnologiyaları böyük risklərə yol açır. Rusiya ABŞ sanksiyalarının ləğvi üçün şərtlər siyahısına cavab verib. Çexiyada turistlər qızıl xəzinəsi tapıb. Son olaraqsa Sudanda 2 həftə ərzində 480-dən çox dinc sakin qətlə yetirilib. Başlıqları ilə maraqlı məlumatlar öz əksini tapıb. Bugünkü nömrəmizin son səhifəsi hər zamanki kimi hava haqqında məlumatla yekunlaşır. Beləliklə sizə çatdıracaqlarımız bugünlükdə bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.